Qoç bürcü. Sözlərinin ətrafındakıların gözündə daha inandırıcı və təsirli görünür. Bunu fürsətə çevir və mesajlarını rahat şəkildə çatdır. Sadəcə işə həddindən artıq coşğu ilə girişməməyə çalış. Lazım olsa kimdənsə dəstək al. Əhval-ruhiyyəsi. Bugün ayın ən uğurlu günlərindən biridir. Səni bezdirən, əsəbiləşdirən nə varsa artıq nöqtə qoymaq vaxtıdır. Azadlıq kimi yüngüllük hiss edəcəksən. Ürəyinə yaxın olan işləri optimizm və enerji ilə görəcəksən. Sevgi həyatı. Göy yüzü çox aydındır. Sevgi üçün hava elə bil xüsusi gözəldir. Romantik enerji güclüdür. Münasibətlərində abu-hava çox müsbətdir. Heç nə mane olmur. Günün gözəl keçir, xoş planlar qurursan. Münasibətdə olanlar. Cütlüklər üçün böyük bir sürpriz görünür. Sən və partnyorun eyni hədəfləri, eyni istəkləri paylaşdığınız üçün daha da yaxınlaşırsınız. Aranızdakı hisslər elə güclüdür ki, sanki havada süzürsünüz. Fikriniz biraz da xəyallardadır. Subaylar. Ulduzlar bugün diqqəti şəxsi məqsədlərinə, xüsusən də duyğusal həyatına yönəldir. Bir insan səni maraqlandırır, amma yaxınlaşmağa çəkinirsən. Bugün ona daha yaxın olmaq üçün incə və təbii bir yol tapırsan. Pul axışı. Son vaxtlar bəzi çətinliklər yaşamısan, amma indi daha dərindən nə istədiyini anlayırsan. Arzuladığın maliyyə həyatını qurmaq üçün sadə bir bələdçi yazmaq istəyə bilərsən. Yazdıqca özün də motivasiya olacaqsan. Sonra isə bu, səndən dəstək istəyən insanlara da ilham verə bilər. İş həyatı. İşdən sonra həmkarlarına birgə kiçik bir çıxış təklif edə bilərsən. Fikir çox gözəldir və hamının xoşuna gələr. Sadəcə diqqətli ol, heç kimi kənarda qoyma. Kimisə unutmaq sonradan xoş olmayan vəziyyət yarada bilər. Asudə vaxtı. Boş vaxtını həm idman, həm də incəsənət havası olan fəaliyyətlərə sərf etmək sənə yaxşı gəlir. Məsələn, fiqurlu konkey sirmə, sinxron üzgüçülük, tayçi və ya sərbəst rəqs. Bunlar həm ruhunu açır, həm də bədəninə xeyir verir. Buğa bürcü. Bugün əhvalın ətrafına sağlam realizm yaymağa sövq edir və bu sənə özünü faydalı hiss etdirəcək. Enerjin yüksəlib. İndi anı heç bir məhdudiyyət olmadan daha dolu yaşaya biləcəksən. Əhval-ruhiyyəsi. Hər şey hələ tam həll olunmayıb, amma sənin güclü üstünlüyün var. Böyük düşünürsən və baxışların ilham vericidir. Fürsətdən istifadə et. Fikirlərini aydın şəkildə, təvazükar tərzdə ifadə et. Belə etsən, insanlar səni daha yaxşı anlayacaq və xoş sözlər də öz-özünə gələcək. Sevgi həyatı. Həyat sənə nəyin həqiqətən vacib olduğunu daha yaxşı göstərib. İndi isə münasibətdə müəyyən müstəqilliyi qorumağa təşviq edir. Mövzu birlikdə inkişaf etməkdir. Bir-birini nəzərə alaraq, amma özünü də itirmədən. Pul axışı. Orta və ya uzun müddətli yatırım haqqında düşünmək üçün uyğun zamandır. Maliyyə əməkdaşlıqları uğurlu ola bilər. Pul axışı çox olacaq. Gəlir də olacaq, xərclər də. Amma ümumi nəticədə gəlir xərcləri üstələyəcək. İş həyatı. Bəzi sözlərin və ya davranışların insanları sənə qarşı qoya bilər. Vəziyyət böyüməmişdən əvvəl xırda detalları böyütməməyi öyrən. Ofisdə kiçik gərginlikləri yumuşaldmağın ən rahat yolu budur. Daha geniş bax, sakitləşdir və hər şey daha yaxşı axacaq. Asudə vaxt. Bugün biraz gərgin ola bilər. Peşəkar və ya sosial mövzular səni düşündürə bilər. Amma bu həyatın gözəlliklərindən zövq almağına mane olmayacaq. Daxili dünyan canlanır, xəyallara yer aç, təsəvvürün güclənir və bu sənə yaxşı təsir edəcək. Əkizlər bürcü. Bugün hər şeyin sürətləndiyini hiss edəcəksən. İnsiyyətlərin bu tempə uyğun getməyə kömək edəcək. Özünlə daxildən razısan və balansın daha da möhkəmlənir. Hətta hər şeyin içində idman etmək də çox yaxşı gələr. Əhval-ruhiyyəsi. Diqqətli olmasan, xırda bir səhv edə bilərsən.
Amma narahat olma, ümumi aura müsbətdir və gördüyün işlərin çoxu daha böyük miqyasda nəticə verə bilər. Xoş niyyət hiss olunur. Bəzən həddindən artıq qoruyucu yanaşma da özünü göstərə bilər. Sevgi həyatı. Bugün işgüzar mövzular üçün elə də uyğun deyil. Bəzi maliyyə düşüncələri əhvalı azca aşağı sala bilər. Sanki həyat səni yoxlayırsa, bir addım geri çəkilib sakit düşün. Günün enerjisi biraz qaydalara uyğun davranmağı ön plana çıxarır. Buna görə əsəbləşmə. Münasibəti olanlar üçün. Bugünün enerjisi hörmət, nəzakət və səxavəti gücləndirir. Yəni, münasibətdə ən gözəl keyfiyyətlər özünü rahat şəkildə göstərə bilər. Bunu məcburiyyət kimi yox, daha yaxşı hiss etmək üçün bir dəvət kimi qəbul et. Subaylar üçün. Bugün sənin üçün geniş üfüqlər açılır. İstər real həyatda, istərsə də düşüncələrində səni inkişaf etdirəcək, dünya görüşünü genişləndirəcək bir insan arzuluyursan. Bugün belə bir tanışlıq üçün əlverişlidir. Fürsəti qaçırma, özünə inan. Pul axışı. Büdcən dəyişkən ola bilər, amma gəlir gətirən layihələr sayəsində maliyyə vəziyyətin yenidən tarazlanır. Etdiklərinin nəticə verəcəyinə inanırsan və buna görə də motivasiyan çox yüksəkdir. Başın min gür planla dolu olacaq. İş həyatı. Enerjin daşır, ünsiyyətin təbii, səmimi və spontan olacaq. Səndə insanları cəlb edən bir cazibə var və asanlıqla dəstək qazanırsan. Həvəsli və fokuslu şəkildə irəli gedirsən. Qorxmadan və özünə şübhə etmədən məqsədlərinə doğru addımlayırsan. Asudə vaxtı. Ali təhsillə bağlı işlər, hüquq sahəsi və ya xariclə əlaqəli mövzular bugün xüsusilə uğurludur. Bu imkanlardan ağılla istifadə et. Günün enerjisi ədalət hissini və anlaşma ruhunu gücləndirir. Bu da sənə əlavə dəstək verəcək. Xərçəng bürcü. Dediklərin diqqətdən yayınmayacaq. Məqsədlərinə doğru gedərkən enerjili, çevik və nəticə yönlü olacaqsan. Artıq həddi aşan yeməklər səni ağırlaşdırır. Özünü ölç. Bədəninə yüngüllük lazımdır. Biraz təmizlənmək, tər tökmək, hərəkət etmək sənə yaxşı gələcək və özünü daha dinamik hiss edəcəksən. Əhval-ruhiyyəsi. Bugün əsas üstünlük əlçatan olmaqdadır. Yaxınlarından biri, dostun ya ailəndən kimsə sənə ehtiyac duysa, tərəddüd etmədən dəstək olacaqsan. Günün istənilən saatında sənə güvənmək mümkündür. Sevgi həyatı. Sevgidə uzun müddət bir addım irəli gedib, 2 addım geri çəkilirdin. O dövr artıq bitir. İndi idarə səndədir. Qarşına çıxan fürsətləri vaxtında görürsən və dəyərləndirirsən. İnsanlar səni olduğun kimi görür və bu hiss sənə çox xoş gəlir. Münasibəti olanlar üçün. Yaxınlarının ehtiyaclarını daha yaxşı anlayırsan. Xüsusilə də partnyorunun istəklərini. Bu çox gözəl xəbərdir. İndi birlikdə uzun müddətli planlar qurmaq daha rahat olacaq. Bu çox müsbət dəyişiklikdir. Belə davam et. Sübaylar üçün. Bugün sənin üçün bir neçə romantik seçim görünür. Nə şübhə var, nə də planları dəyişməyə ehtiyac. Yaxın çevrənlə münasibətdə daha açıq ol. Onlardan xəyanət gözləmədən ürəyini açmağa icazə ver. Əla əlaqələrin çiçəklənir. Özünü həm sevincli, həm də güvənli hiss edəcəksən. Pul axşa. Gəlirini artırmaq üçün tanış çevrəndən istifadə etməli ola bilərsən. Düz vaxtında yaxşı bir xəbər və ya faydalı məlumat gəlir və motivasiyan daha da artır. Stresin azalır. Tövsiyə və söz söhbəti ilə yayılma da işinə yaraya bilər. İş həyatı. Günün enerjisi səni biraz silkələyir. Həddən artıq rutin vərdişlərdən çıxmağa məcbur edə bilər. Daha dinamik bir mühit gözlənilir. Bəzən qızğın söhbətlər, sıx iş tempi və gözlənilməz qarşılaşmalar ola bilər. Eyni zamanda layihələrində irəliləyişə qarşı bəzi müqavimətlər də görünür. Asudə vaxtı. Hekayə danışmağın dadını yenidən kəşf edirsən. Bədii dünyalara dalmaq, maraqlı süjetlərdən qidalanmaq sənə zövq verir. Elə bil bir anda bir neçə həyat yaşayırsan və rəngarəng insanlarla tanış olursan. Şir bürcü. Səbirsizliyini idarə edə bilsən və ani əsəbi reaksiyalarını nəzarətdə saxlasan, hər şey qaydasında olacaq.
İçində qalan istəklər səni həddən artıq duyğusal edir. Bu da səbəbsiz bir yorğunluq yaradır. Daha çox yat və bədənini dincəlt. Əhval-ruhiyyəsi. Bu gün dəyişiklikləri sakit və düşüncəli şəkildə qəbul edirsən. Üstəlik bunun üçün xüsusi bir səy də tələb olunmur. Sən bunu çoxdan gözləyirdin. Fikirlərini düzgün istiqamətə yönəldirsən. Əgər davam etsən, dəyərləndirilmə və tanınma çox yaxındadır. Sevgi həyatı. Bugün hərəkət etmək, yol getmək, səyahətə çıxmaq və insanlarla ünsiyyətdə olmaq üçün əla gündür. Hər şey rahat alınacaq. Bu günlərdə aşiq ola bilərsən, ya da artıq sevdiyin biri varsa, sevgini daha dolğun yaşaya bilərsən. Münasibəti olanlar üçün. İndi münasibəti rəsmiləşdirmək üçün də, bir münasibəti birdəfəlik bitirmək üçün də uyğun zamandır. Vəziyyətinə aydınlıq gətirmək və hər şeyi yerinə oturtmaq üçün bu fürsəti qaçırma. Şans sənin tərəfindəykən dəyərləndir. Sübaylar üçün. Sevgi həyatının gözəlliklərindən zövq almaq üçün çox yaxşı gündür. Təksənsə evdə qalma, çölə çıx, əylən, yeni insanlarla tanış ol. Kiminləsə qarşılaşma ehtimalın yüksəkdir. Bu günlərdə biraz yüngülləş, çünki işi həddindən artıq üzərinə götürürsən və bu səni yorur. Pul axışın. Pul və rahatlıq istəyi güclüdür. Bəzən məqsədə çatmaq üçün həddən artıq tələsik və sərt ola bilərsən. Amma sən göründüyündən daha dərinsən və hədəflərinə öz gücünlə çatmaq istəyirsən. Arzuların gerçəkləşdikcə içində müəyyən bir harmoniya yaranır. İş həyatı. Peşəkar layihələri təqdim etmək, ictimai şəkildə çıxış etmək və ya yaxınlarınla vacib mövzuları danışmaq üçün yaxşı gündür. Səni sevindirəcək bir xəbər ala bilərsən, ya da aldığın bir zəng ruhunu qaldıracaq. Asudə vaxtı. Daha yüksəklərə qalxmaq və işlərinə daha geniş miqyas vermək istəyirsən. Günün enerjisi səni gündəlik yükdən uzaqlaşdırmağa çağırır. Fərqli yerlərə qaçış və yeni bir atmosfer yaxşı gələr. Niyə də olmasın, biraz uzaqlaşmaq və nəfəs almaq üçün gözəl fürsətdir. Qız bürcü. Bugün insanlarla fərqli və gözlənilməz ünsiyyətlərin ola bilər. Dünyaya baxışın insanlarda özündən asılı olmadan simpatiya yaradır. Özünü daha stabil hiss edəcəksən. Amma enerjini qorumaq üçün mütləq daha çox dincəl və yenilən. Əhval-ruhiyyəsi. Sən səmimi və açıq danışırsan, amma hər zaman diplomatik olmaya bilərsən. Yaxınlarının həssas tərəflərini nəzərə al. Bunun qarşılığında sənə həm birlik, həm də yaxınlıq hissi ilə dəstək verəcəklər. Bu dəstək şəxsi planlarını irəli aparmaqda çox işinə yarayacaq. Sevgi həyatı. Boş yerə özünü yorma. Əgər fikirlərini başa salmaq çətinləşirsə, biraz səbirli ol və daha yaxşı günləri gözlə. O zaman sakit şəkildə danışmağın kifayət edəcək və səni tam şəkildə anlayacaqlar. Münasibəti olanlar üçün. Təkbətək görüşüb biraz yalnız bir-birinizə vaxt ayırmaq istəyirsiniz. Bu çox gözəl fikirdir və sizə yaxşı təsir edər. Amma günün enerjisi planları dəyişə bilər. Şərtlər istədiyiniz kimi olmasa da ürəyini sıxma. Vəziyyəti müsbət tərəfdən idarə etməyə çalış. Sübaylar üçün. İnsanları düzgün qiymətləndirmək bacarığın var. Buna görə də ətrafında etibarlı və sadiq dostlar olur. Onlar həmişə sənə dayaqdır. Amma bugün hər şey biraz qarışıq görünə bilər. Elə qarşılaşdığın hər kəsə inanma, xüsusilə ilk gələn adama. Bəzi insanlar özünü olduğundan fərqli göstərə bilir. Xarici görünüşə aldanma. Pul axışı. Maliyyə tərəfdən yaxşı bir xəbər səni lazımsız narahatlıqlardan azad edəcək. Beləcə diqqətini daha xoş layihələrə yönəldə biləcəksən. Yeni iş razılaşmaları üçün də şanslı vaxtdır. Axtarış aparmaq və əlaqələri genişləndirmək üçün uyğun gündür. İş həyatı. Günün enerjisi sənin xeyrinə işləyir və xarakterinə də uyğundur. Yaxşı tanışlıqlar yarana bilər. Üstəlik, yeni fikirlər çoxalacaq. Populyar olmaq və uğur qazanmaq ehtimalın yüksəkdir. İdeyaların və planların daha böyük miqyas alır.
Asudə vaxtı. Ailənlə birlikdə hündür dağ yerlərinin təbiətini kəşf etməyə gedə bilərsiniz. Dağ velosipedi sürmək və vadilərdə gəzmək gününü gözəl doldurar. Bu, həm sağlam, həm də yadda qalan gəzintilər olar. Tək mənfi tərəf odur ki, çox rahatlayıb bəzi işləri başqalarına buraxa bilərsən. Bu da gündəlik həyatda kiçik qarışıqlıq yaradar. Problem olmasın deyə özünü toparla və enerjini yenidən yığ. Əqrəb bürcü. Bugün qərarlı olacaqsan və heç kimə imkan verməyəcəksən ki, səni çəkindirsin. Amma biraz həddindən artıq özünə fokuslana bilərsən. Rahatla. Zəhmət olmasa düşüncələrinin tempini biraz aşağı sal. Əhval-ruhiyyəsi. Günün enerjisi dinamikdir və sosial baxımdan maraqlı keçəcək. Fikirlərini rahat ifadə edəcəksən, təşəbbüs göstərə biləcəksən. Ətrafındakiların dəstəyinə güvənəcəksən. Hətta yeni bir layihəyə qoşulma ehtimalın da var. Hər halda səndə məmnun qalmaq üçün lazım olan bütün üstünlüklər var. Sevgi həyatı. Bir yerdə qalmağın sirri birlikdə konkret nəsə qurmaqdır. Eyni istiqamətə baxanda daha möhkəm olursunuz. Sübaysan və təkisənsə, bəyəndiyin birinin diqqətini çəkə bilərsən. Amma planlarını yetişdir. Tələsib taleyi məcbur etmə. Münasibəti olanlar üçün. Bəzən öyüd verən və dərs keçən tərəfin yenidən ortaya çıxa bilər. Sən bunu hiss etməsən də partnyorunu narahat edə bilər. Laqeyd davranma. Yoxsa istəmədən bir mübahisəni alovlandıra bilərsən və onu söndürmək çətin olar. Sübaylar üçün. Günün ab-havası macəraya çağırır, amma bu enerji ilə başlayan tanışlıqların uzun müddətli və sabit olacağına dair işarə yoxdur. Ona görə bəzi detallara daha diqqətli ol. Çünki çox güman ki, əvvəllər gözdən qaçırdığın məqamlar var. Pul axışı. Alış-veriş, satış, danışıqlar sənin üçün uğurludur. Kredit istəmək, maaş artımı üçün müraciət etmək və ya maliyyə dəstəyi axtarmaq üçün uyğun zamandır. Rahatlıq və gözəllik içində yaşamaq istəyirsən, ona görə də biraz artıq xərcləmək ehtimalın var. İş həyatı. Həmkarların və əlaqələrin düşünür ki, layihələrini həyata keçirmək üçün səndə kifayət qədər güc və cəsarət var. Onları yanıltma. Onların səmimi dəstəyindən istifadə et. Addımlarını irəli at və sosial mühitdə öz yerini daha möhkəm tut. Asudə vaxtı. İşlərini qaydaya sal və həyat tərzinə daha çox diqqət ayır, xüsusilə idmanla. Belə etsən, böyük problemlərin qarşısını ala bilərsən. Müvəqqəti çətinliklərə çox ilişmə. Onlar yaxın günlərdə öz həllini tapacaq. Tərəzi bürcü. Bugün sanki filosof olursan. Özünü faydalı hiss edəcəksən və bu sənə uğur gətirəcək. Enerjin biraz aşağı ola bilər, amma zehni çevikliyin bunu balanslayır. Yüngül dartınma hərəkətləri sənə çox yaxşı gələr. Əhval-ruhiyyəsi. Heç nə sənə qorxulu görünməyəcək. Bilirsən ki, məsuliyyətlərini daşımağa gücün çatır. Hətta daha artığını da bacararsan. Xarici ölkələrlə bağlı mövzularda şans sənin tərəfindədir və bu doğru istiqamətdə irəliləməyinə kömək edəcək. Sevgi həyatı. Bugün biraz sərt keçə bilər. Amma günün enerjisi əsəbləri yumşaldır və xəyal qurmağa imkan verir. Elə bil geniş üfüqlərə qaçırsan. Orada sevgi daha sərbəst və daha dolğun yaşanır. Sadəcə gündəlik həyatda bu gözəl fikirləri gerçəkliyə çevirmək qalır. Münasibəti olanlar üçün. Yaxşı niyyətlə tələsik davranmağın bəzən sənə zərər verə bilər. Xırda detalları gözdən qaçırma. Partnyorunun istəklərinə və gözləntilərinə diqqətli ol. Təkcə öz planlarınla gələcəyə qaçsan, qarşı tərəf hər zaman sənin ardınca gəlməyə bilər. Subaylar üçün. Sevgiyə daha ciddi yanaşmaq lazımdır. Qərar vermək üçün vaxtın var. Münasibətə çox tez və çox dərindən girmə. Belə etsən, sonradan problem yaşamazsan. Sən kimisə incitməsən, heç kim də səni incitməz. Pul axışı.
Ayın enerjisi şans və imkanlarla doludur. Ona görə ətrafında baş verənlərə diqqətli ol ki, heç nə gözdən qaçmasın. Ayıq olmaq və əlçatan qalmaq sənə ən sərfəli seçimləri etməyə kömək edəcək. İş həyatı. Rəhbərlik qarşısında özünü geri çəkmirsən. Bəzi fikir ayrılıqları üzündən gərginlik yarana bilər. Xırda detallara ilişib qala bilərsən. Amma çox keçmədən vəziyyət sənin xeyrinə dəyişəcək. Sakitlik geri qayıdacaq və sonda ideyaların qəbul ediləcək. Asudə vaxtı. Boş durmağı sevmirsən. Buna görə asudə vaxtında özünə müxtəlif planlar qurursan. İdman etmək, alış-verişə çıxmaq, dostlarla restorana getmək və dəbli məkanlar kəşf etmək sənə tam uyğundur və gününü xoş edəcək. Ox atan bürcü. Bugün yumor öz yerindədir. Ətrafında xoş və səmimi bir dost mühiti var. Amma sən özünə qarşı həddindən artıq sərt ola bilərsən. Fəaliyyət və istirahət arasında tarazlıq tap. Düşünmək və rahatlamaq üçün də özünə vaxt ayır. Əhval-ruhiyyəsi. Gündəlik həyatında pis vərdişlərin varsa, onlardan uzaqlaşmağa qərar verirsən. Yeni başlanğıc üçün özünə yeni qaydalar qurmaq istəyirsən. Bu sadəcə biraz özünü analiz etmək deyil, bu tam bir düşüncə tərzidir. Dəyişmək sənə yaxşı gəlir. Sevgi həyatı. Sevgi gündəmdədir. Əgər hələ də şübhələrin varsa, artıq qalmayacaq. Çox xoş bir gecə yaşaya bilərsən. Bu dövr həm böyük ehtirasları, həm də güclü qarşılaşmaları dəstəkləyir. Subaysan, diqqətli ol və gözünü açıq saxla. Münasibəti olanlar üçün. İnandığın mövzunu çox yaxşı müdafiə edirsən. Demək istədiyin söz varsa, indi deməyin vaxtıdır. Başlamağa dəyər. Sevgi həyatın xeyli yaxşılaşır. Partnyorun planlarına dəstək verir. Şans sənin tərəfindədir. Subaylar üçün. Özünü həmişəkindən daha canlı hiss edirsən. Daha sağlam və rəngarəng zövqlər axtarırsan. Xüsusi bir tanışlıq mümkün ola bilər. Ona görə ayıq ol və ünsiyyətə açıq qal. Vaxtın çox xoş keçəcək. Sənin fərqli cazibən ətrafına yaxşı insanları cəlb edir. Dəyişikliklərə də sakit və ağıllı yanaşırsan. Pul axışı. Maliyyə yolunda səni ləngidən bir maneə aradan qalxır. Sürətli tempin danışdığın insanlara inandırıcı görünür. Onlar sənə maliyyə baxımından kömək etmək istəyə bilərlər. Ona görə çəkinmədən ünsiyyət qur və danışıqlar apar. Şans sənin tərəfindədir. İş həyatı. Bu dövr müəyyən mənada maaş artımı və ya kiçik bir yüksəliş istəmək üçün uyğundur. Sənə qoyulan hədəflərə uyğun nəticələr göstərirsən. Bunları rahat şəkildə önə çıxara bilərsən. Asudə vaxtı. Bugün çox hərəkətli keçəcək və formada olmağın vacibdir. Səyahət etmək, layihə və ya ideya təqdim etmək və ümumiyyətlə ünsiyyət üçün əla zamandır. Vacib zənglər ala bilərsən və önəmli söhbətlər edəcəksən. Oğlaq bürcü. Bugün ortamı yüngülləşdirməyi bacaracaqsan. Sərt və qaydasevər insanlardan çəkinmədən sözünü deyəcəksən. Enerjini bəlqa etmək isə çox vacibdir. Çünki başqalarına kömək etmək həvəsin səni biraz həddindən artıq yükləyib. İndi dincəl, biraz da özünü düşün. Əhval-ruhiyyəsi. Həyat enerjin daşır, hətta enerjin biraz həddindən artıq yüksəlmiş kimi görünə bilər. Hamını həvəslə qarşılayırsan, amma ifrata varmamağı öyrənməlisən. Çox güclü iradə göstərirsən, amma elə bil sinir gərginliyinin də sərhəddindəsən. Sevgi həyatı. Sən sanki ram olunmayan biri kimi görünürsən. Amma səni tanıyan bilir ki, bu sadəcə bir görüntüdür. Özünü qorumaq üçün qurduğun bir maskadır. Sənin də hisslərin var. Onları biraz daha göstərsən, heç pis olmaz. Münasibəti olanlar üçün. Günün enerjisi hisslər mövzusunda sənə güc verir. Qarşına çıxan fürsətləri dəyərləndirmək lazımdır. Partnyorun nəhayət ki, ortaq bir layihəni yekunlaşdırmaq üçün daha çox təşəbbüs göstərir. Bu sizə yaxşı təsir edəcək. Subaylar üçün. Naməluma doğru addım atmağa qərar verəcəksən və bu çox yaxşıdır. Yenilik gəlir, tanışlıqlar çox olacaq. Sadəcə düzgün seçim etməlisən. Əgər uzun müddətli münasibət axtarırsansa,
Səhv seçim etmə. Pul axışı. İşdə vəzifələrini yerinə yetirmək üçün sənə daha çox sərbəstlik verilir. Bu sərbəstlik də sənə yeni və fərqli ideyalar gətirir. Məqsəd gəlirləri artırmaqdır. İstər öz biznesin olsun, istərsə də işçi olasan, səylərin hər tərəfdən dəstəklənir. İş həyatı. Kiçik bir maaş artımı ilə birlikdə yüksəliş sənə çox yaraşar. Bu sadəcə haqqının qarşılığı olar. İşin effektivdir və sən özün də bilirsən. Çalış elə et ki, başqaları da bunu görsün. Asudə vaxtı. Asudə vaxtını dəyərləndir. Partnyorunla, ailənlə ya da dostlarınla gəz. İmkan varsa qısa bir səfərə də çıx. Çox xoş və dəyərli anlar yaşayacaqsan. Bir müddət hava və mühit dəyişmək sənə yaxşı gələcək. Dolça bürcü. Yeni bir dövrə daxil olursan və emosional həyatın sənə ən böyük məmnuniyyətləri gətirir. Açıq ol və qəbul et. Şübhələr enerjini səndən alır. Halbuki bu enerjiyə indi ehtiyacın var. Biraz tək qal, sakitləş və daha nikbin tərəfə yönəl. Əhval-ruhiyyəsi. Bugünə çox yüksək ovqatla başlayırsan. Hər cür çətinliyin öhdəsindən gəlməyə hazırsan. Güclü xarizman və təsirli söhbətlərin sayəsində istəklərinin qəbul olunma ehtimalı yüksəkdir. Sevgi həyatı. Sevdiyin birinə kömək etmək lazım olanda həmişə yanındasan. Amma bugün vəziyyət biraz fərqlidir. Bu dəfə qayğıya ehtiyacı olan sənsən. Özünü qorumağa və əzizlənməyə icazə ver. Qoy səninlə maraqlansınlar və bundan zövq al. Münasibəti olanlar üçün. Gözlənilməz bir fürsət vərdişlərini dəyişir. Bu dəyişiklik münasibətinizi daha da gücləndirir. Hadisələrin belə yön alması səni həm sevindirir, həm də təəccübləndirir. Bu, həqiqətən uğurlu bir dönüşdür. Birlikdə daha güclüsünüz. Bağlar daha da möhkəmlənir. Subaylar üçün. Çölə çıxmaq və mümkün qədər çox insanla tanış olmaq sənə ürəyini sürətlə döyündürəcək insanla qarşılaşmaq şansı verəcək. Keçmiş hekayələrə ilişib qalma. Köhnəni xatırlayıb dayanma. Hərəkətə keçmək sənə yaxşı gəlir. Pul axışı. Sosial mövzular, reklam, səyahət, ünsiyyət, əlaqələr, nəqliyyat və istirahətlə bağlı işlər sənin üçün uğurludur. Bunlar sənə maddi, sosial və ya mənəvi qazanc gətirə bilər. Sonda hər tərəfdən xeyir görürsən. İş həyatı. Həmkarlarınla səmimi olmağın sənə güvən qazandırır. Məhz buna görə insanlar tez-tez sənin fikrini soruşur. Bu münasibəti həqiqi dəyəri yer qiymətləndirirsən. Asudə vaxtı. Bəzi təsirli addımların və nikbin xarakterin sayəsində adından söz etdirirsən. Geri çəkilməyəcəksən. İstəsən bir çox vəziyyəti öz xeyrinə çevirə bilərsən. Yetər ki, arzularının arxasınca sona qədər gedəsən. Balıqlar bürcü. Vəziyyətini yaxşılaşdıra biləcəksən. Baxışın daha obyektiv olacaq. Aktivliyin artması səni bəzi anlarda çox yorub, enerjini azalda bilər. Buna görə gücünü düzgün böl. Yolun sonuna qədər davam gətirmək üçün ehtiyatını yaxşı idarə et. Əhval-ruhiyyəsi. Uğurlarına həddindən artıq qapılma. Çünki diqqətli olmasan, həmin uğurlar səni yolda tək qoya bilər və onda böyük arzular da yarımçıq qalar. Enerjini qoru. Sürəti tələskənliklə qarışdırma. Uzağa gedən gücünü qənaətlə xərcləyər. Sevgi həyatı. Macəra istəyin çoxalıb, amma imkan daxilində vaxtından birazını sevgi həyatına ayır. Münasibətini yaxşılaşdırmaq üçün addım at ya da keyfiyyətli bir tanışlığa şans ver. Əks halda sonradan sevindiyindən çox məyus ola bilərsən. Münasibəti olanlar üçün. Əgər münasibət möhkəm təməl üzərində qurulmuyubsa, ciddi mübahisələr yarana bilər. Əgər təməl güclüdürsə, onda da ehtiras və cazibə tələsinə düşmə. Elə bil işıqlı çıxış yolu görünəndə hər şeyi korlamaq riski var. Sakit düşün və düzgün seç. Subaylar üçün. Keçmişi arxada qoy. Pis təcrübələrin xatirəsi səni zəhərləməsin. Hər sevgi hekayəsi fərqlidir. Növbəki münasibət bəlkə də elə axtardığın ola bilər.
Bunu bilmək üçün şans verməlisən və addım atmalısan. Pul axışı. Maliyyədə kiçik çətinliklər görünür. Sanki xırda narahatlıqlar yığılır və vəziyyəti biraz qaraldır. Səbəb çox vaxt düzgün planlaşdırmamaqdır. Çarə var. Hesablarını yenidən qaydaya sal. Gəlir və xərcləri gündəlik izləsən, tez toparlanacaqsan. İş həyatı. Peşəkarlığın çox güclüdür və bunu hamı bilir. Amma çox rahat davranmağa davam etsən, səni geridə qoya bilərlər. Biraz önə keç. İş dairəni genişləndir. Daha çevik ol. Belə etsən, problemlərin qarşısını alarsan. Asudə vaxtı. Bugün ümumən sakit axır. Bu fürsətdən istifadə et və özünə bax. Görünüşünə diqqət ayır. Vaxtın axışından sakitcə zövq al. Amma xırda narahatlıqları da görməzdən gəlmə. Daha nizamlı və sağlam bir rejim seçmək sənə yaxşı təsir edəcək.